videoda istəyirəm sizlə söhbət eləyək. Axşam söhbəti daha doğrusu. İndi bizdə axşamdır. Saat 9 civarıdır və bazar günüdür bugün. Əslində bu video üçün konkret ağlımda bir şey yoxdur da ki, hə bu məsələləri danışacağam mütləq, belə bir şey yoxdur, amma yəni əminəm ki dolu video olacaq da, yəni özü-özlüyündən çoxlu məsələlər yaranacaq. Biz nədən başlayaq? Dünəndən bugündən başlayaq. İndiki zaman, ondan sonra da baxarıq nə gəldi. Dünən mən uzun müddət sonra səyahətə getmişdim, Almaniya daxilində amma. Ümumiyyətlə, mən belə bir şey deyim sizə, çox səyahət eləmirəm. Əvvəllər Frankfurta, ümumiyyətlə Almaniyaya təzə gələndə mən çox səyahət edirdim. Hətta gəldiyimin ilk ayında deyəsən İspaniyaya getmişdim. Deyəsə gəl İspaniya vlogu var idi, Barcelona vlogu da. Və mən o vaxtdan bu yana o qədər dəyişmişəm. Yəni belə deyim, ümumiyyətlə çox dəyişmişəm mən. Bilmirəm bunu hiss edirsiniz ya yox. Məsələn, baxanda videolara, əvvəlkilərə, indiyə. Mən çox dəyişmişəm. Burada göstərmədiyim qədər də, yəni daha çox əslində video çəkdikcə daha çox başa düşəcəksiniz ki, məsələn, əvvəlki videolarda dediyim şeylərlə indiki dediyim şeylər çox fərqlidir. Amma bu səyahət məsələsində xüsusən belə bir şey dəyişib ki, məsələn, o vaxt təzə gəlmisən, elə düşünürsən ki, sən çox yerə getməlisən. Hə gedim oranı da görüm, hə gedim buranı da görüm. Və daim belə bir şey var içində ki, sən gedib bunu görməlisən. Və təqaüd də sənə o qədər çox pul əslində vermir də, yəni ki, sən əlavə də gedib səyahət verəsən. Düzdür, pul üstünə qoyub harda yaşadığından və s. asılı olaraq bunu eləyə bilərsən, ya da nə aldığından qida olaraq bunlardan asılı eləyə bilərsən. Və mən, amma ümumilikdə bu çox da imkan vermirdi də o vaxtı. Amma yenə də elə bil cəmaata baxırsan, görürsən ki, ha, onlar gedirlər və sən də istəyirsən eləməkdir. Məndə o vaxt bu kimi bir fikir var idi da. Və sonra fikir verdim ki, mən bu səyahətlərə gedirəm getməyinə. Amma bunlar bir nəfər var idi, bir dəfə bizdə Şəbnəm var. Ancaq xəttini çox istəyirəm. O belə bir şey demişdi, deyir ki, çöl də bayır kimi olur. O özü o vaxt İtaliyada səfərəm ya da İspaniyada yaşamışdı bir müddət və Avropanı səyahət edəndən sonra belə bir şey işlətmişdi ki, mən ondan soruşmuşdum ki, necə olmuşdu da səyahətlərim falan. Mən hələ o vaxt Bakıdaydım da. O da mənə demişdi ki, bilirsən Fatima, bir nöqtədən sonra çöl də bayır kimi olur da. Mən dedim, çöl də bayır kimi olur. Yəni, mən o çöl bayır kimi olsun istəmədim də. Yəni, o mənə çatdı bir nöqtədə ki, bu səyahətlər səndə çöl bayır kimi olmamalıdır. Hər bir yerin özünün tarixini başa düşmək lazımdır ən azından. Səyahətin məqsədini bilmək lazımdır. O səyahətə motivasiyan olmalıdır. Niyə məhz o şəhər, niyə məhz o ölkə kimisindən? Və bəzi insanlar ola bilər ki, onlar hansısa bir şəhərə gedib əllərində bir kalbasa çörəklə o məsələni orada yeməklərini həll eləmək istəyirlər. Məsələn, tələbə olanda xüsusən bunu eləyirsən də, çünki imkan ona imkan vermir. Amma mən başa düşdüm ki, və yaxud da ki, məsələn, elə bir uçuş bileti alırsan ki, ucuz olsun da və də axşam saatlarında nə qədər yerdə, soyuq yerdə, məsələn, aeroportda yatmağa çalışırsan ya da ayaq qalırsan, keçidlər və s. Mən istəmədim daha belə bir şey olsun. Başa düşdüm ki, mən gedirəmsə rahat yerə getmək istəyirəm. Gedirəmsə oradan məna götürmək istəyirəm. Nə bilim, belə bu kimi şeylər və dayandırdım səyahət eləməyi. Ona görə 5 dəqiqə bu mövzusunda danışmışam. Yox, əslində okeydir. Bununla bağlı başqa vaxt daha detallı məlumat verərəm. Düşüncəm nədir səyahətlər üzərinə, səyahətin tipləri və yəni yanaşmam indi necədir də. Amma mən Almaniya xaricinə çıxmıram demək olar ki, ancaq Azərbaycana gedirəm, gəlirəm. Çıxsam da Almaniya xaricinə, ora mənim doğrudan da istədiyim, doğrudan da arzuladığım bir yer olacaq və əvvəlcədən oranın tarixi ilə biraz maraqlanacağam. O şəhərin fərqli qılan şeylərlə və bu arada bir şey də araya girsin bu.
İlber Ortaylı'nın bir kitabı var. Hayat nasıl yaşanır? Bir hayat nasıl yaşanır? O kitabı oxuyandan sonra bu səyahət məsələsi mənim alnıma çox aydınlandı da bu yanaşma, formu cilalandı da mənim düşüncəm. O kitabı tövsiyə edirəm bu arada. Onu dedim yox ki, gem Zabrück müşavirinə, dostumun yanına. Bilmirəm sizə dedim ya yox, amma Aytacın yanına gedirdim və orada artıq bir illik yaşayır, diğeri təqaüd ilə gəlib. Yəni biz ondan 6-cı sinifdən, məktəbdən tanışıq da və bu qədər ildən adamı qəribə gəlir. Bir vaxtlar məktəbdə bir yerdə oturduğun, danışdığın, söhbət etdiyin insanla indi Almaniyadasan da belə qəribə bir nostaljik hissdir. Bir də çox yeni bir hiss, ikisinin qarşılığı. Modernliklə keçmişin qarşılığı da. Biraz sizə şəhərdən danışıram. Necə hiss elədim də ümumiyyətlə şəhərdə. Şəhər dağlıqdır. Tam belə dağ üstündə da elə də yox, amma yəni bir İsveçrə deyil təbii ki. Amma nisbətli dağlıqdır. Məsələn bir küçəsinə geçsən hike eləyirsən də küçədə. Məsələn Frankfurtda çox da yoxdur da belə bir şey. Bəzi yerlər region kiçik hissələrə çıxmaq şərti ilə məsələn Riedberg tərəf biraz elə ola bilər, amma belə çox da belə bir şey yoxdur da. Və dağlıq olmağı, təbiətlə çox iç-içədir. Buna görə havasının keyfiyyətini hiss edirsən. Çox xoşuma gəldi. Yəni nəfəs alırsan, istəyirsən ki, ay bu təmiz havadır. Yəni bilirsiniz, bu kimi şeylər o qədər lüksdür ki, yəni çox önəmlidir bu kimi şeylər. Yəni yaşadığın yerdəki havanın keyfiyyəti. Hə, və səs-küy məsələsi. Məsələn, səs-küy Frankfurtda o qədər insan var ki, düzü bir Hindistan deyil, amma belə deyim, gəlmələrin, xüsusən bir qrup gəlmələr, üstəlik də belə burada olan o Hauptbahnhof tərəfdəki qarışıqlıq, çirklilik, şəhərin müəyyən bir qismi var, o qisminə o insanların yayılmağı və sən xüsusən şəhərin mərkəzində işləyirsənsə, məsələn, mən də elədik də, gedirsən, gəlirsən və sənə dəyir də, yəni o şey enerjini alırsan, o hava çirkliliyini üzərinə bir alırsan, istər-istəməz mənə təsir edir də bu. Amma orada o şeydən arınmaq, belə deyim, Türkiyə demişkən, çox xoşuma gəldi. Yaxşı şəhər idi. Bilmirəm, yaxşı şəhər idi. Yəni, kimsə orada yaşayırsa, yaşamağı, orada təhsil almağı düşünürsə, məncə düşünə bilər. Düz, məsələn, Frankfurt kimi çoxlu şeyləri olan, nə bilim, məsələn, Frankfurtdan nətərdir? Çox böyük şəhər deyil, bir Berlin deyil. Amma elə bir şəhərdir ki, yaşanlasıdır da. Yəni, orada sən bir çox şeyin korluğunu çəkməyəcəksən. İstəyəcəksən təbiət. Zaten içində təbiət olandır. Amma təbii ki, Zabrücken qədər də deyil. Yəni, amma çox parkları var. Yəni, elə yerdə yaşayarsan ki, meşəyə baxarsan. Yəni, elə yerdə ola bilər də. Və Frankfurtun ətrafında belə kiçik şəhərlər var. Nümunə olaraq götürür, məsələn, Bad Homburg və yaxud da Bad Vilbel, Bad Soden, belə şəhərlər. Hansı ki, bu şəhərlər xüsusən, məsələn, sən o hava kirliliyi, Frankfurtun içində o problemi yaşayırsansa, o və yaxud da səs kirliliyi də, o şəhərlərə getməklə sən o məsələni həll eləmiş olursan. Amma orada da sonra S-Bahn problemi gəlir də, ancaq maşının gərək olsun, ya da ki, S-Bahnla gedəcəksən, nə bilim, biraz o da problemdir, nəysə. Belə, mənim xoşuma gəldi. Bir də yoldan biraz sizə danışım. Təsəvvür edin ki, yolda gedirəm. Neçə vaxtı da həmişə, məsələn, Almaniya daxilində səyahət eləyəndə də mütləq kimlənsə eləyirəm də. Yəni, vaxt çox az olurdu onsuz da, imkanım çox az olurdu zaman olaraq. Və gedəndə də kimlənsə gedirdim də. Və kimlənsə yol getməyində ayrı dəyər var, çox yeri var da, o heç. Amma bir də insan özü üçün darıxar, özündən yol getmək üçün darıxarsın. Mən biraz onu hiss eləmişdim keçən dəfə. Kitab olaraq da özümlə bu kitabı, bu kitabım, ikinci almışam bu arada. Kitab Virginia Woolf'un To the Lighthouse kitabıdır. Bir qadın enerjisi, feminin bir enerji istədim. Bu kitabı almışdım ikinci el olaraq və o da gəldi vaxtında götürdüm, yolda açmışam və oxuyuram.
Bir də başımı qaldırım baxıyorum. Oh my god. Mənzərə çox qəşəngdir və qalmısan, bilmirsən kitaba baxasan, yoxsa belə şey eləsən. Bu kitabda çətindir. Açmışam, bir söhbətdən o söhbətə hoppanıram. Açmışam kitabı, ilk səhifəsini oxuyuram və belə gedir. Deyirəm, bir dəqiqə, çətin gəlir mənə nəsə. Özüm deyirəm ki, bəlkə alman dilinə görədir. Yəni, heç vaxt ingiliscə kitab oxumuram da, ancaq alman dilində də, işdə də hər gün alman dilinə məruz qalmaq. Şimdi ola bilər də ingiliscə nə ola bilsin ki, gözüm ingilis özdə ədəbiyyatında bu. Ona görə də bəlkə o biraz çətinlik çəkirəm ona görə. Gedirəm və kitab ilk səhifənin axırındayam. Birdən fikir verdim ki, bir dəqiqə, burada 2-3 cümlə var bir səhifənin içində. Görün nə qədər uzun cümlə yazıb. Yəni normal alman dilində olur axı o şey ki, məsələn, cümlə olur, sonra açır, falan şey, sonra bağlayır, sonra təzədən davam edir, sonra ya da başlayır cümləsini, gətirir bir nöqtəyə, das davam edir, vergül das və uzanır da. Amma mənim sözüm bildim ki, ingilis dilində deyil ki, yəni bura gələndə bu kitabı oxuyanda yazmışdı ki, yox, ingilis dilində də elədi. Yəni tonumu biraz aşağı salmaya, axşam vaxtıdır. Sorry. Nəysə, bunu hiss elədim və birisi nəyə də hiss edirəm. Oxuyuram, deyirəm, Virginia'nın ağlından nə qədər şey keçir. Yəni, bu kimi bir cümlə, bu qədər uzun cümlə yazan bir insan, bu nə halda olur? Bu başlayır cümləni, sonra ağlına bir ideya gəlir. O ideyanı salır o araya. Sonra davam edir, başqa bir ideya gəlir. Onu da şey edir. Məsələn, deyir ki, bir qadın hansı ki ağ köynək geyinmiş, ağlında falan şey keçən, hansı ki belə bir şey olan, nə bilim nə olan, elə ustalıqla amma onu bir araya gətirməyə də bilir də. Təbii ki, mən burada qarşıt dedim. Və amma sən bir oxuyucu olaraq onun ağırlığını yaşayırsan, ağırlığını hiss edirsən. Çox oxuya bilmədim, bir 3 səhifə falan oxuya bildim yolda. Qoydum, qaydan başda yəni belə oxuyuram və dözə bilmədim axır. 9-cu səhifəyə çatmışam. Deyirəm, belə ola bilməz. Niyə belə yavaş gedir də? Açdım oxumağa. Google'da axtardım ki, bəs bu is it hard book? Is this book hard one? Və cavab olaraq görüm ki, çətin kitablar arasındadır. Və Reddit'də belə bir şey yazmışdılar ki, bugün Instagramda onunla bağlı bir dənə story qoydum. Instagramda kimsə yazıb ki, bəs Virginia'nın deyir, ağlının belə çox belə çoxlu düşüncəsinin olmağını hiss edirəm də və mənə çətin gəlir oxumaq. Davam eləyim yox, dayandırım yoxsa şuraya soldier through it. Soldier through it də bir növ sinə gərmək, bir növ belə bir şey deməkdir. Sinə gərim yoxsa deyir, yəni davam eləyim oxumağa da, yəni. Kimsə də yazıb ki, bəs soldier through it də ikinci hissəsi yaxşı olacaq falan. İkinci hissəsindəki kitabın sadəcə müəyyən bir hissəsini tutur. Yəni, böyük hissəsini elə birinci çətin hissə tutur, təsəvvür edin. Amma dəyər məncə bu kitab oxumağa. Yəni, bilmirəm nə tam olaraq nə gözləyim, amma hələ ki bunu düşünürəm. Ona görə kitab alanda ya da kitab qərar verəndə biz bir çox şeylərə fikir verməliyik. Məsələn, ola bilər ki, o kitabın xüsusi poetik üslubu var. Bilməm, düzgün ifadə edirəm. Poetik üslub mu deyirlər bunun? Yazı üslubu var da. Məsələn, elə bir şey ola bilər ki, o yazar eksperimental bir şey eləyib. Məsələn, The Waves kitabı, Dalğalar kitabı Virginia Woolf'dan o tamamilə eksperimental bir kitabdır da. Məsələn, mən şəxsən o kitabı bundan bir neçə il əvvəl açıb oxumuşdum hələ Bakıda olanda. Mən onu əsəblərimlə oynadı o kitab. İndi bilməm necə hiss edirəm, amma o vaxt heç xoşuma gəlmədi də. Yəni, bəzi kitablar var ki, orada məsələ sadəcə kreativ, qeyri-adi səni ağladacaq və ya sənin qəribə hisslər, fərqli hisslər hiss edəcək, ya da sənə dərs verəcək bir xəttinin olması deyil, plotunun olması deyil. Bəzən həm də, təbii ki, ədəbiyyat budur da, yazı üslubu yazarın. Bu önəmlidir və bunu siz harada hiss edirsiniz əsasən? Ana dilində o kitabı oxuyanda. Ona görə də bu ana dilində olan kitab olaraq, məsələn, onu oxuyanda hiss edirsən ki, burada
Mesela yazar başqa bir şey eləyib. Belə. Və sən ona hazır olmalısan. Gözləntilərlə reallıq. Sən hazır olmalısan ki, bu kimi bir kitab oxursan və ondan çox bir aktivite gözləməməlisən o kitabdan. Çünki daha çox orada təsvirlər görəcəksən. Belə. Biraz da sizə indi gəlin bu ev axtarışlarından danışım. Bir araya bunu salım. Keçən həftənin ortası mənə xəbər gəldi ki, magistr diplom işimdə tezisimin nəticəsi çıxıb. Nəticə 1.3 olub. Çox adam sevinir bunu eşidəndə. Çox yaxşı nəticə olduğunu deyir. Razıyam, çox yaxşı nəticədir. Amma sizə indi onu deyim ki, mən necə hiss elədim. Deməli, mən bu tezisi yazıb qutaranda ağlımda belə bir şey var idi ki, bu iş 1.0'lıq bir işdir. Mənim gözümdə bu 1.0 idi. Dedim ki, ola bilər ki, nəsə şey eləyirəm, ola bilsin ki, yəni mən tələbəyəm nə də olsa, nəsə buraxıram. Olsun bu 1.3. Dedim, əgər 1.3'dən aşağısa, mən özümü yandıracağım. Özümü belə dırnaq içində yandıracağım. Və yəni 1.0 gözüm. Yəni mən 1.0 olsaydı sevinərdim. 1.3'dəki mənim minimum gözləntim idi də, belə deyək. Və görüşdəyəm işdə və hiss gəldi. Mən də telefonu açmamışım çünki telefon üzü bağlıdır. Amma hiss gəldi ki, mənim sanki nəticəm gəlib. Çünki keçən həftəsində mənə xəbər gəlmiş ki, həmin həftə gələcək nəticə. Meeting qutardı. Bir dənə açdım, belə baxdım, gördüm ki, universitet nəsə yazıb da. Dedim, özü dup ürəyim şey olur ki, görəsin nədir də. Çıxmışam çölə. Açdım, gördüm ki 1.3. Dedim 1.3, 1.0 değil bu, 1.3'tür. Yəni belə şey oldu. Mənə çox da səsməm. Girim uşaqlara xəbər verdim ki, baxın 1.3'tür. Yəni budur. Amma yəni açığı baxın belə hiss edirəm. Belə. Yəni 1.3. Yəni və bir tərəfdən də onun ikisi, yəni mənə görə əsas orada olan, onu yazarkən olan düşüncələrim, onu yazarkən olan özümün o işi bəyənməyim idi. Yəni bu hissəsi mənə heç də şey gəlmir, necə deyim, dəyərli bir şey kimi gəlmir. Bu da belə. Bu belə. İndi ev məsələsindən sizə danışım. O da məni qəribə hisslər içinə salır. Əvvəla, oh my god, 20 minutes. I've been talking for 20 minutes. Heç hiss eləmədim 20 dəqiqə danışdıq. Bundan tamamlayaq məncə. Deməli, axırıncı videoda gördünüzsə işdən danışdım və mən işlərə müraciət eləyəndə nəticə elə idi ki, mən məsələn gözləyirdim ki, bu yer mənə müsbət cavab verər, o yer mənə o müsbət cavabı verirdi. Amma ev axtarışında elə deyil və mən qəribə bir yeni bir vəziyyətlə qarşılaşıram da və çaşmış hiss edirəm, çaşmış. Nə deyirlər onu Azərbaycanda? Bildiniz nə demək istəyirəm? Confused hiss edirəm. Məsələn, bir yerə gedirəm, müraciət edirəm də, məni çağırırlar. Yenə çox yerə müraciət eləmirəm də, həftəyə çox az yerə müraciət edirəm. Orada məsələn, istilik çalışan sentral, Haysong olsun və yaxud da yerini fikir verirəm ki, yeri çox belə yer olmasın, belə necə deyim, çirkli, belə insanlarla belə üst-üstə ya da espandan çox haşır neşir olmayın. Belə detallara fikir verirəm. Və bunlara fikir verəndə də bir də üstünə gəlir mənim qiymət olaraq qoyduğum filtr. Mənim çox da seçimim qalmır. Bir də bazarda elə belə bir şey var ki, müəyyən aylarda daha çox şeylər olur və bunu sən tamamilə hiss edirsiniz. Məsələn, oktyabr ayında çox daha çox təklif var idi, nəinki bu ay olması. Bu arada ImmoScout, Immobilien Scout profilindən hesab yəni ödənişlə oradan axtarışlarımı eləyirəm. E-mail gələn kimi elə bir girib baxıram və yaz mətnimi göndərirəm və mənə dəvət gəlirsə, həmin o evə gedib baxıram və onlar mənə sonra özüm mən müraciətimi onlara bildirirəm ki, hə mən bu evi maraqlıyam. Onlar da
həmin halda mənim bir növ müraciətimi dəyərləndirirlər. Hə, dediyim, yəni az bir say var da, yəni hər evə müraciət eləmirəm və bu da problem yaradır. Məsələn, bir ev oldu keçən həftə, çox bəyəndiyim yerlərdən idi də və getdim. Ev sahibi də məni çox bəyəndi söhbətimizdən, yəni onu hiss elədim də, yəni o şey olmasın və içimdə belə bir his var idi ki, hə, bu ev alınacaq da. Amma sonra bir həftə keçdi üstündən və mənə xəbər gəldi ki, biz başqa birisi ilə davam elədik də. Və burada sənə bir şey gəlir ki, okey, mənim içimdə olan hiss məni aldadır da. Yəni mən özümə artıq güvənə bilmirəm, öz içimdə olan hissə güvənə bilmirəm və imtina almaq, bilirsiniz də, imtinanı qəbul eləməyi də bacarmaq lazımdır da, ondan davam eləmək lazımdır da. Hər şey, yəni sənin gözlədiyin kimi deyil. Bunu görürəm ki, mən imtinalar, rejectionlara çox da öyrəşməmişəm. Uzun vaxtı ki, uzun müddətdir ki, mən belə rejection almamışam da. Ona görə o biraz mənə təsir eləmir, daha doğrusu. Təsir eləmir. Sadəcə məni düşündürür də. Ki, belə, mən nəyi səhv bilirəm. Amma onu deyim ki, sizə bunu başa düşürəm. Rasional olaraq baxanda başa düşürəm əslində nəyə görə. Çünki bilirsiniz, bazar bu dəqiqə elə bir haldadır ki, ev sayı azdır, müraciət edən sayı, insanların sayı çoxdur. Və mən bu dəqiqə COVID side, yəni hələ sınaq müddətindəyəm və bu sınaq müddəti bir çox insanı şey edir. Hər nə qədər mən sınaq müddətindən heç problem olmayacaq, bu çox formal bir şeydir. Amma insanlar belə, başqa insanlar da var, rəqabət böyükdür. Məsələn, bircə nəfər, ikinci nəfər ora müraciət eləmir də. Ora o qədər yüzlərlə insan müraciət edir. Bir neçə nəfər zaten ən yaxşılar dəvət olunur görüşə və o görüşdən sonra da məndən maaşı yüksək olan insanlar var, alman olan insanlar var, hər kəs istəyir özünkərə versin. Yəni bu kimi detallarda hər nə qədər mən çox yaxşı backgroundlu olsam da, maaşım onlara çox kifayət eləsə belə, yəni bunlar nə olsa da məndən, necə deyim, iş təcrübəsi daha çox olub da, daha çox maaş alan insan. Mən Beruf Einsteiger deyirlər də, işə yeni başlayanam, gənc professionalam. Amma insanlar var orada məndən 5 yaş böyükdülər və normal olaraq, ona uyğun olaraq da maaşları var da və almandılar. Və mən elə insanlarla artıq mübarizədə, yarışda uduzuram. Və yeni bir ev və belə-belə sənin əslində zamanın gedir də. Yəni dediyim sizə oldu ki, mən heç iş axtaranda belə çətinlik çəkməmişdim, nəinki ev axtaranda. Belə. Ev axtarışlarım davam edir, yəni, dediyim qəribə bir hiss. Belə. Daha çox söhbət edə bilərdim, amma danışmaq sürətindən asılı olaraq biraz belə oldu. Just bear with me. It's gonna get better. Or maybe it won't get better. It's just gonna be the way it is. I don't know. Gecəniz xeyrə. Yaxşı yatın. Əgər gün ərzində izləyirsinizsə də gününüzün qəşəng keçməsini arzulayıram.